Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Maşınlarınız necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır. Deməli, qarajı yığışdıra bugünkü olan bir hadisə haqqında fikirləşirəm. Valla, yəni adamın sözü də qutarır, söz tapmıram deməyə. Bilmirəm nə deyim. Birinci bir ilkin tanışlıq üçün bu videoya baxın. Qardaş, bu maşın bu formada görsən, VSA Nida yanır. Sürəcəyim 3000 abort keçmir. Görsən, rejimə salır, sonra ya keçirdir, ya keçirtməyir. Belə eləyir. İndi mən bunu söndürüm, yandırım. Bax, o şey itəcək. Bax, bir dənə söndürüm. Üzr istəyirəm. Söndürüm sayla, yəni sürdü. Prosto indi ona görə yanır ki, besimin daçıkın zədəliyiblər. Ona görə yanılı qalır. Bax, indi amma görsə, söndürdüm, yandırdım, bax. Heç bir problem yoxdur, belə də gedəcək. Ta ki bir müddət sür, 5 kilometr, 7 kilometr, bu vaxta kimi psikolojiyada keçirdir. Heç bir problemsiz keçirdir. ABS-in daçıkın zədəliyəndən sonra VSA ümumi yanılı qalmağa başladı. Həmin vaxtda P2646 kod verir, aşağı yağ təzyiqi və yaxud aşağı yağ təzyiqində naqillərin aşağı gərginliyi. Dünən əsəbimdən çəkə bilmədim o videonun axıra kimi. O qədər əsəbləşmişdim ki. Ağacın gözəlliyinə baxın. Deməli, videodan başa düşdüyünüz kimi avtomobil Honda'dır. Honda CR-V olan model 2.4. 2.4'dür. Sürücü bir ildir, bir ilə yaxındır. Mənlə əlaqə saxlayır ki, gəlim qəbulunuza düşüm. Mən də çox təəssüflər olsun ki, onu qəbul eləyə bilmirdim. Mən qəbul eləyə bilmədiyim vaxtda o avtomobilini təbir eləməyə çalışıb, əlbəttə ki, bu mövzuda mütəxəssislərin yanına gedib. Mütəxəssislər avtomobilin dərdini aşkar eləyəndən sonra dırnaq arasında başlayıblar onu təmir eləməyə. Deməli, təmir prosesi nəticəsində müxtəlif dəyişikliklər eləyiblər. Bu dəyişikliklərin hesabatı gəlib 4200-4500 arası məbləğ tutub. Təqribən. Yox, üzr istəyirəm. Hə, 4200-4500. Çünki dedi ki, 1000 manatda əlavə şeyə gedib. İş haqqı da, zəhmət haqqı. Özdə bu avtomobilə Honda ustaları baxıblar. Deməli, bir dənə bu suyu doldurum. Honda ustaları məşhur servislərdə bu avtomobilə xidmət göstəriblər. İndi sizə bir dənə də səs qoyacağım. Həmin o sürücünün səsini. Yenə də təkrar edirəm, təkrarçılıq kimi çıxmasın. Avtomobil bir ilə yaxındır mənə müraciət edir. Hələ gəlib bu qaraja çıxa bilməmişdi. Yəni insan elə gəlirəm, məzuniyyətimdir, gəlirəm filan bəs məkan. Gəlib çıxa bilməmişdi də. Bir ildən sonra gəlib və mənə danışdıqlarını istəyirəm ki, siz də qulaq asasınız. Birinci səslə atmışdı, sonra gəldi burada danışdı. Bir dənə zəhmət olmasa, bu səsə də qulaq asın. Salamlayıram sizi. Xocavənd rayonundan. Qardaş, məndə 2005-ci ilin Honda CR-V Amerikanka 2.4 donç motor 4 çəkən avtomobildir. Yəni, bu maşın həqiqətən mənə yadigardır, o qədər əzizdir ki, yaxşı maşındır. Mən bunu satmaq istəmirəm. Həm də açığı vicdanım yol vermir. Bunu mən problemli satmaq istəmirəm kiməsə. Qardaş, bu maşını mən alan bir gündən, yəni necə? Mən sizlər mənə dedilər ki, bu bekara bir şeydir, yağ dəyiş, düzələcək filan. Deməli, necə oldu?
Maşını sürdüm gəldim rayona, teras yolda da. Gələndə bu VSA və heç stabilitet sistemi nəzarətdə elə bir yandırdı, düşdü 3000 RPM rejimə. Nəsə Beyləqana gəldim, 3-4 ay bunu belə sürdüm. Maşın P2646 kod verirdi, aşağı yağ təzyiqi, çirkli yağ, yəni belə bir kodlar verirdi də. Nəsə qayıtdım gəldim, bir də getdim mən bundan. Məzuniyyət götürdüm, Bakıya getdim, dedilər Honda ustası var. Onlar baxdılar, bu arxa VTEK-in, salinikin dəyişdilər, əməl yemədi. Çıxdıq sürdük yenə həmin şey. Arxa VTEK-in arxasındakı o bir datçik var, hündür, o yağa nəzarət eləyən. Onu dəyişdik, yenə heç bir. O VTEK-in özünü ümumiyyətlə dəyişdik. Yenə fərq yaranmadı. Sonra mühərrikin böyük tərəf VVT, bu vanusa nəzarət eləyən datçik var. Onu dəyişdik, başqasını qoyduq, yenə elədi. Motorun qabaq hissəsində VTEK-in setkası var. Onu şey elədik, yenə elədi. Nəysə, xülasə, yenə bunu belə sürdüm, məzuniyyətim qurtardı. Bir də qayıtdım, bir də 4-5 ay sonra məzuniyyət götürəndə dedim bu maşını götürüm, gedim artıq mühərrik ustasına. Dedim avtoservisdə. Yazıq motoru söktü, təzədən yığdı. Dedilər ki, bu dəfə də qoyduq yenə elədi. Ayna qaraq yağ nasosunu dəyişdirdik. Yağ nasosu aldım, qoydum. Bax yenə qardaş, yəni maşının yağını da 4000-dən bir dəyişirəm. İnan neçə dəfə, yəni tez-tez hətta 2500-dən bir dəyişmişəm ki, görüm o yağına qərarı gələcək. Yəni hardandır, nədir? Yəni P2646 bu kodu verir. Ayağımı qaza qoyan kimi eyilir. Eko elə bir komanda verir. VSA-nı, Nidanı yandırır bu maşın. Bax belə. Yəni qardaş, sizə deyim ki, içində 4 nəfər olsun. Biraz bu torpaqlı hərbinin yolların birisi. Belə yollarda elə olur ki, bu 120 litr işlədir. Yəni bizdən 17 işlədir. Keyfinə necə düşür? Bir dəfə məsələn Beyləqandan Bakıya gedib gəlməyə 540 kilometr yola, normal içində məsələn 3 nəfər 80 sat sürürəm 90. Bir dəfə gedir 55 litr benzindən, bir dəfə gedir 70 litr benzindən. Yəni bu maşını 80-dən yuxarı qaldırdın, ümumiyyətlə sərfiyyat 114 falan işlədir. Yəni, dediyim şeylərin hər birini dəyişmişik. Yəni hava filtri də dəyişilib, sveçalar da dəyişilib, yağ neçə dəfə dəyişilib. Hər bir şeydə karabkanın adaptasiyası yoxlanılıb, maşının balansı yoxlanılıb, təkərlər eyni ölçülüdür. Yəni o detallara qədər dərinliyinə kimi baxılıbdır. Yəni tapan olmur ki, bu maşının dərdi nədir? İstəsəniz, yəni bax, dünən yenə kompüterə saldırmışam bu maşını qardaş. O kodla şəklini sizə ataram. İndi ABS datçikinin sensorunu da vurub qırıblar. Stupsiyanın podşipnikini dəyişəndə, orada o kodda görsəniz, yəni o kod təzə yaranıbdır. Əsas məni narahat edən bu P2646 kodudur. Üzr istəyirəm qardaş, vaxtını aldım. Üzrü say qurban sənə. Və beləliklə bu maşın gəlir çıxır mənim qarajıma. Mən bu avtomobili qəbul edirəm. Salam cəmaət, hər vaxtınız xeyir olsun. Maraqlı bir hadisə. Deməli bu mühərriki söküb yığıblar. Nəyə görə? Çünki IVTEK işləməyib. Arada bir qəza eləyir. Yəni avtomobil getmir. Deməli demək olar ki, barmaqlamayan usta qalmayıb da. Sahibinin dediyinə görə belədir. Yəni sahibi də yanımdadır hal-hazırda. Məsələ nədən ibarətdir? Baxın cəmaət. Bax bu avtomobilin yağ nasosudur. Deyiblər ki, yəni avtomobilin yağ nasosu xarabdır. Yağ nasosunu da dəyişiblər. Üstəgəl mühərrikində əlavə yığıblar. Arxada VTEK-in idarə etmə klapanları var. Onlar da dəyişiblər. İndi avtomobil gəlib çıxıb mənim seximə. Mən də oxuyuram burada, indi VTEK-in də səhvləri var, bəzi məsələlər də var. İndi əsas bu VTEK məsələsini düzəldək, qalan bu sensorlar filan onları düzəldək. Ona baxarıq. Heç nə, indi bir şey göstərmək istəyirəm sizə, maraqlı bir şey. Çox təəssüflər olsun ki, belə bir insanların əlinə düşüb bu maşın. Deməli, birinci sizə göstərmək istəyirəm nəyi? Klapanın içini. Klapanın içini. Gözün işığı yandırım. Deməli, klapanın içini görürsünüz. Baba, yağ içindədir, görürsünüz. Avtomobilin dərdi isə baba, budur. Dey baba. Qısa qapanma. Dey baba. Massanın da dib açılıb, idarə etmənin də dib açılıb, bir-birinə dəyirlər. Vəssalam. Şüt, tamam. Bu qədər sadə və bəsit. Yəni, bilmirəm, nə qədər pul gedib dedin? Usta, 2300 manat mühərrikin yığılmağına gedibdi. 650 manat yağı nasosuna gedibdi. Qalanlar lazım deyil, da bəsdir. 1000 də belə gedib.